insanla kalmaz hesabı. Dünyadan neçə yol değişti dünya. Derdini çəkənə zindan əzabı, derdini çəkənə zindan əzabı, nəbzini tutana, nəbzini tutana behişti dünya. Durup yol üstünde ejderha kimi, durup yol üstünde ejderha kimi, açıptı kamını. Durup yol üstünde ejderha kimi, açıptı kamını açkan hakimi. Bu der dilenciden padşah hakimi, eylemez hiç kesen güzeşli dünya. Kaygılar talayar ömrün çoxunu, kaygılar talayar ömrün çoxunu, koruya biləsən gərək çuxanı. Korkutmaz Məhmədi qarı çoğunun, korkutmaz Məhmədi qarı çoğunun. Kimin qabağına közeşli dünya, aman aman ay aman. Beydat aman ay aman, aman 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 ay aman, aman 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 ay aman. Sen gülenle dünya gülür, ömrüm boyu güleydikken. Sen gülenle dünya gülür, ömrüm boyu güleydikken. Sana heyran olduğumu duyaydın kaş, bileydin kaş. Sana heyran olduğumu duyaydın kaş, bileydin kaş. Kadam koyar bülbülü bağa, bağın kalbi döner dağa. Kadam koyar bülbülü bağa, bağın kalbi döner dağa. Gözme olmur ayrılığa, gözme olmur ayrılığa, gözme olmur ayrılığa, gözme olmur ayrılığa. Biricə bizə gələydin kaş, sevincimi görəydin kaş. Biricə bizə gələydin kaş, sevincimi görəydin kaş. Biricə bizə
Təşəkkür edirik, çox sağ olun Bəxşəli və bugün çox fikir və düşüncələri musiqinin dili ilə, poeziyanın dili ilə inşallah bölüşəcəyik. Əziz tamaşaçılarımız, əziz dinləyicilərimiz, xoş gördük sizin hər birinizi. Vaxtınız xeyirli, gününüz aydın olsun. İlkin dəqiqələrdə təsəvvüf şairi Mövlanəni xatırlayıram, onun bir fikrini deyir. İnsanda gözəl olan, onu işıqlı göstərən onun üzüdür. Üzdə gözəl olan isə gözdür. Amma bütün bunların fövqündə insanı insan edən onun ağzından çıxardığı sözdür. Arzu edirik ki, heyətimiz adından həmişə sözünüz, söhbətiniz həm özünüzün ürəyinə məlhəm gətirsin, həm də ətrafdakıların eyni zamanda işıq gətirsin, sevinç gətirsin, kədərdən, qüssədən həmişə uzaq olun deyirik. Yəni, mənəmlik şeytan işidir, bir quşdan qorxan, darı əkməz deyib, bir daha hər birinizi bizimlə olmağa, könül dünyamızın qonağı olmağa dəvət edirik və həm söhbətimizi bir balaca intizarda saxlayım təqdim etmək üçün, həm özüm üçün, həm sizin üçün, amma musiqi qonaqlarımızı təqdim edək. Muğam instrumental ansambl təşrif buyurub, xoş edib, səfa gətirib. Xanəndə az əvvəl Baxşəli Məmmədovu dinlədik. İlk dəfədir ki, bizim proqramımızın qonağıdır. Səsiniz ürəyə yatımlıdır, deyim bunu. Və tarzən Habil Əliyev. Habil Əliyev, ikinci Habil Əliyev. Gəlir inşallah sənin aləmdə, amma tarda, kamançada Fərid Mehdiyev, xoş gəlmişsiniz Fərid bəy, nağarada Elnur Əliyev və sintezatorda Ramil Şıxəliyev. Əziz tamaşaçılarımız, indi növbəti qonağımızı təqdim etməyin məqamıdır. Etiraf edim ki, hər birimiz həyatda müxtəlif boyda, müxtəlif biçimdə və müxtəlif fərqdə qazanclar əldə edirik. Amma bəzi qazanclar var ki, doğrudan da onlar ötəri işartılardır. Mənə elə gəlir ki, həyatda ən böyük qazanc mənəvi qazanclıqdır. Yəni, ruhdan gələn, onun qələbəsindən, nəticəsindən doğan qazanclardır. İndi sizə təqdim edəcəyim, həm də az sonra bizi samlayacaq insan, o söz sənət adamı, şair publisist Məmməd Aslan, onun poeziyası bizim üçündür, bütün Azərbaycan üçündür. Məmməd Aslan poeziyasını, ümumiyyətlə onun dilinin şirinliyinə, ilkinliyinə, hikmətinə həmişə bir oxucu olaraq ehtiyac duymuşuq, bu həqiqətdir. Və Məmməd Aslan deyəndə ilk növbədə yada nə düşür? Məmməd Aslan poeziyası quru sxemdən, sözçülükdən uzaqdır. Fikrin, hissin sərhədini asanlıqla aşan və səmiyyət şairidir. Məmməd Aslan tanınmış adamdır. Amma bunun bir neçə kəlməsi mənim heç vaxt yadımdan çıxmıyor. Yadındadır. Yadınızda qalırsa sağ olun. Mən o o vəzifələrdən kənarlaşdırandan sonra ağır vəziyyətdə yaşayırdım və Naxçıvanda yaşayırdım. Gəlmişdim bura Ali Sovetin sesiyasına. Məni dəvət elədilər Yazıçılar İttifaqının qurultayına. Mən biraz əvvəl şübhələndirdim ki, doğrudan da məni dəvət ediblər. Çünki hamı məndən o vaxtları uzaq gedirdi. Dedirək, yox, dəvət olunubdur. Bir-iki-üç dəfə yoxlayandan sonra qərar aldım ki, gelin. Gəldim, Filarmoniyadaydı. Oturdum rəhmətli Xəlil Rızvanın yanında. Rəhmətli bir tərəfindən oturmuşdu. Rahim Zəkər xandan. Başqaları da oturmuşdu. Çox mehriban mənə baxırdılar. Başladılar o vaxtları rəyasət heyətini seçməyə. Seçdilər. Bir də gördüm ki, hardansa uzaq yerdən bir nəfərdən qışqırır ki, bəs xalqımızın filan oğlu Heydər Əliyev rəyasət heyətinə seçilsin. Təbiidir ki, çox hərarətli alqışlar oldu. İndi rəyasət heyətinə qaldı məhdəb, neynəsin? Çünki orada da o keçmiş Azərbaycan Komünist Partiyasının Mərkəz Komitəsinin katibi oturmuşdu. Onlar mənə dedi ki, buyurun keçin bura. Mən dedi, bilirsin o var. Mən həyatımın çox səsini həmişə orada oturmuşum, riyazat deyil. Amma indi isə mən istəyirəm burada elə oturam, buradan ora baxaq. Həmişə oradan bura baxmıram. Bunu mən heç vaxt bilmirəm. Xoş gəlmişsiniz. Sağ olun. Bizim əziz, dəyərli şairimiz. İnşallah.
Fatma Əsəd qızı Həzrət Əlinin anasıdır. O da şairdir. Bəli. Divanı var. Aha. Bir fikir ondan dünyaya ayrılıb. Deyir ki, çətini başlamaqdır. Sonrası qaydasına düşəcəyəm. Sonrası onun üstündə bina olur. İndi siz maşallah elə gözəl başladınız ki Mövlanadan. Mövlana nəfəsi olan yerdə inşallah axıra qədər yaxşı olacaq. Amma Mövlananın istəyirəm dediyinizə çox yaxın olan bir sözündə mən deyim. Çünki bu adam elə mütəfəkkirdir ki, insan orqanının hər birisi ilə o qədər yaxından söhbət edir, onu şeir sığalına gətirir ki, adam məəttəl qalır. Bir söz də var yenə, deyir ki, üzümüz içimizin cəssudur. İçimizdə olanları üzümüzə verir. Adamlara baxıb bəzən deyirlər ki, niyə belə pörtmüsən? O deyənin dadı yoxdur, günahı yoxdur, nəyisə duyub, nəyinsə kölgəsini görüb orada. Sad deyir ki, saraşıq deyir ki, üzündə göz izi var, sana kim baxdı yarım? İçimiz çölümüzü ələ verəndir də əziz şairimiz. Bəli, Bu həqiqətdir. içimizi üzümüz xəbər verir. Üzümüz içimizin cəssudur. Nə gözəl. Məmməd müəllim, çox sevinirəm ki, sizi yenə həmişəki kimi şux görürəm, yaxşı əhval-ruhiyyədə görürəm. Doğrudan da yaşamaq, hər sabahı açmaq, başlayalım, birazdan siz də salamlayarsınız tamaşaçılarımızı. Deyir Məmməd müəllim, hər sabah açırıqsa, mütləq bu hisslə bizdən qoşa doğulur. Yaşamaq eşqi, yaşamaq qubarı, nubar verir. Mən də sizin kimi bugün çalışacağım dolanbacı danışmağa. Gözəllik, həmişə ümumiyyətlə göz qamağı... Yollardan keçmək çox yaxşıdır. Gözəllik, əlbəttə. Amma geriyə qayıtmaq şərti ilə. Dünyanın öz yolları dolanbaşdır, ona geriyə görə. qayıtmaq şərti ilə də. Gözəllik həmişə ümumiyyətlə göz qamaşdırır, Məmməd müəllim, bu həqiqətdir. Mənə elə gəlir ki, hərdən ümumiyyətlə insanda güclü şəkildə həyat eşqi, həyat sevgisi və istəyi olmasa, həyat bizdən küsər, bəlkə də söz söhbətin kəsər. Ömrünüzün üzümüzə gələn aylarda növbəti baharına qədəm qoyacaqsınız. Göz dəyməsin deyə gəlin rəqəm deməyək. Ümumiyyətlə, qısa da olsa istəyirəm bu suala cavab almaq. Həm özünüzə, həm ümumiyyətlə həyata münasibətdə sizdə nələr dəyişib? Mən istərdim bir yöndən ağız açım. Aha, bəli. Bu aşıqlarda bir qayda var, dastan söyləyənlərdə. Dastan özü söyləyəcəkdi, bəlkə öz şeirin axıra qədər oxuyacaqdı, yaxud nəyi. Amma siftə 1, 2, 3 ustadnamə deyir. Ustadnamə bir deməz, 2 deyər, 2-ni deyir, 2-ni deyir, 3-ü deyir, xiləsə 3-ünü deyir. Bu şairlə yaradıcı aşığın o qədər də fərqi yoxdur. Mən istədim ki, Səyyarə xanımın bugünkü verilişi bir gül dəstəsi kimi ustad deyə bildiyimiz şairlərin bir çoxunun dünya halı haqqında, dünya ilə insan yaşayışı, şair könlü ilə dünyanın tutub-tutmamağı ilə bağlı bir neçə şairdən götürdüyüm misralar, bəzən beytlər, bəzən də necə deyərlər, bəndlərlə bu məclisimizi başlayaq. Necə olar? Olar, əl olar, böyük məmnuniyyətlə, buyurun. Ən sistəsi dədəmiz Qorquddan. Gəlimli, gedimli dünya, sonucu ölümlü dünya. Bayaqdan çox sevdiyiniz Mövlana Həzrətlərindən deyir ki, dünya bir ağaca bənzər. Biz də onun yarı çiğ, yarı yetişmiş meyvələri kimiyik. Yunus Əmrə, ana bətnindən düşdüm bazara, bir kəfən aldım, getdim məzara. Ömürlə doğum, yəni o qədər bir-birinə yaxındır ki, bizi 50 il, 60 il bəzən tıncıqdırır. Amma Yunus Əmrə deyir ki, bu bir kəfən gəlməklə getməyi bir çəkir. Eyni fikri Ərzurumdan bir bayatı ilə demək istəyirəm. Çox gözəl, bayatı şairi də şairdir, həm də şairlərin ən çətinidir. Çünki bayatıda 4 misrada bəzən bir dastanlıq, bir romanlıq fikir deyilir.
Dünyaya yayaq gəldim. Yayaq yəni piyada gəldim dünyaya. Dünyaya yayaq gəldim, yatmadım, oyaq gəldim. Ömür deyir 100 il keçdi, ürək deyir bayaq gəldim. Oradan elədim. Oradan elədim. Kərkükdən bir bayatı. Bayatıların adətən müəllifi olmur, amma bunun sifdə yazanı var. Mənim dediyim gözəl bir bayatı dünya haqqında, millət haqqında bundan gözəl bir şey demək olmaz. Məhəmməd İzzət Xəttat keçən il rəhmətə getdi. Zadın başı bugün bəlada olan, başın üstündə tərs dəyirmanlar fırlanan Kərkükümüzün böyük şairi idi. Aha, bəli. Deyir ki, baharda gülüm, soldu baharda gülüm. Burada gülmək yasaqmış, gedim bəharda gülüm. Necədir Çox gözəl, Məmməd müəllim. Nizami Gəncəvimiz, yol çətin, aləm qaranlıq, atını bir yana çək. Yəni, dünyanı getmək istəyirsənsə, bu yol çətin, qaranlıq aləmdə atını bir yana çək ki, üstünə gələnlər olmasın. Dünya ilə hesablaşmaq lazımdır. Göydə Allahla, yerdə səni idarə edənlərlə. Füzuli. Ey Füzuli, qıldı fələk qədimiz xəm. Xəm əyridir, doğanaq kimi. Ey Füzuli, qıldı fələk qədimiz xəm. Yəni, vaxtdır keçməyə dünya qapısından əylək. İnsanın belini fələk ona görə əyri qılır ki, o dünya qapısından keçəndə başı çərbəndə dəyməsin. Yenə Füzulidən. Mən kiməm? Bir bikəsi, biçarəvi, bixənaman, taleyim aşüftə, iqbalım nigün, bəxtim yaman. Bir də özünün sənəti ilə bağlı bir beytini deyəcəm. Deyir ki, pəhlivanlar badipəlar səyirdəndə dörd yana, tifil həm cövlan edər, leyk ağaçdan atı var. Pəhlivanlar yel qanat atlarını dörd nala çapdıqları zaman tifildə cövlan eləyər. Amma ağaçdan atı var, qarğı minib çaldılar. Yəni, şairlər mənim yanımda qarğı minən adamlar kimidir, bir də mən. Nə maraqlı, Məmməd müəllim. Nə maraqlı. Şah İsmail, mən də bir sultanəm, dila öz zamanımda, vəzirimdir qəmi qüssə oturmuş ki yanımda. Süruri 17-ci əsrdə yaşayan bir şairimizdir. Deyir ki, bila etmə tabekkö, insanlıq harda qalmışdı? Qərinə özgədir, bunlar keçən dövranda qalmışdı. Nə nəməkdə qədri qiymət, nə əmək duzdur, nə kəramət nanda qalmışdı, nə duzda qədir qiymət qalıb, nə çörəkdə qədir qiymət qalıb. Məmməd müəllim, yəni atalarımızın, babalarımızın dili ilə deyir ki, üyüt də, yəni məndən sənə üyüt, dənini özün üyüt. Doğrudan da belə, həyat da belədir. Ümumiyyətlə, çırağın deyir, başı kəsilməsə, işıq verməz Məmməd müəllim. Yəni insan müəyyən əziyyətlərdən, müəyyən qayğılardan, sizin o dediyiniz dolanbac yollardan keçməsə... Həm də yanmasa işıq verməz, gərək yansın. Hər halda Məmməd Aslan poeziyası dedikdə Yunus İmrə, Aşıq Ələsgər, Sarı Aşıq, Dədə Şəmşir, bütövlükdə ümumiyyətlə klassik poeziyamız, aşıq ədəbiyyatının çeşməsindən su içib də sizin poeziyanız. Bu bizim oxucu qənaətimizdir. Bəli, onlarla qidalanmışam. Məmməd müəllim, qidalanmışam dediniz, amma sizin çox xoşuma gəlir bu fikriniz. Neçə illər mənə söyləmişdiniz. Bax, görürsünüz, hafizəmdə qalıb deyir, ilhamımı qımıldanan görənlərə şairlik keyf kimi gəlir. Əslində doğrudan da fikrinizə qüvvət olaraq deyir, söz halal loğmandan qidalanıb camalını artırar, yəni camal tapar. Amma sözün zatında haram varsa, heç bir vədə ondan qaymaq almaq mümkün deyil. Və heç kəs də o dadsa da qaymaq dadı verməyəcək. Beləcə körü kimsə aldadıb. Dadı dadanlar bilər. Şairlik vadisində necə yol tapdı Məmməd Aslan? Nə yazıq ki, bugünün gəncliyi elə bilir ki, özündən əvvəlki şairlərin böyük bir qismini əzbər bilməsən, nətərsən şair olarsan, bədbax ol. Olarsan, redaksiyaların qapısında, televiziyaların qapısında boyun büyüməkdən başqa
boynunda bir yer qalmaz. Aydındır, Məmməd bəy, bu da həqiqətdir. Mən istəyirəm ki, o... Siz şeiri deyin, gəlin Baxşəli müəllimlə də davam eləyək. Bizim dəyərli xanəndəmiz. Şairin qohumudur deyir də, hə? Bizim xalq şairimiz Fikrət Qoca. Amma poetik yaddaşı olmayan. Onu hardan bilirsən? Onu çox qəribə deyibdi Fikrət. Mən görürüm, neçə illərdir sizinlə həm söhbət, həm sizin nəsillə, belə deyək. Çox zamanlar deyirlər ki, millətin yerinə danışmaq olmaz, amma şairin səlahiyyəti var. Bunu mən demirəm, Peyğəmbər deyir. O deyir ki, şairlər yarım peyğəmbərlərdir. Zamandan dikələn əyrini düzü şair deməyəcək, bəs kim deyəcək? Xalqın dar günündə gərəkli sözü şair demədisə, himcim deyəcək. Gəlib hay verməyə min haya şair, dilmançdı qövmünə, dünyaya şair, Tanrıdan vergili övliya şair, müəmma çözəcək, tilsim deyəcək. Şair övgüsünü Peyğəmbər verib, yarım Peyğəmbərə bərabər verib, şairə misilsiz bir dəyər verib, hər düyüm aşmağa min çəm verəcək. Şair gözlərini zillər tək yönə, büdrəməz başına min balta yenə, min belə dünyadan bir ovuş dənə, şair olan kimsə bəsim deyəcək. Şeirindən halallıq gözləyən şair, söz əkib, söz biçib, söz döyən şair, xırmanda döyən, ilahi dərgahdan səs duyan şair, yetiş hər kəsə səsim deyəcək. Ovandım bir şair, tərsim bir şair, hər ud bir şairdir, hər sim bir şair, nəsimi bir şair, nəsim bir şair, nəsimi susarsa nəsim deyəcək. Haqqına qailsə hərgah bir şair, tanımaz ta özgə dərgah bir şair, haqqın dərgahından başqa. Süfralar pişiyi məddah bir şair, hər nə deyəcəksə sərsəm deyəcək. Hər amirdən uca Füzuli düha, sultanlıq tacından sarğı baha, dağ ol vaxniyar başımıza ha, o zaman hər sözü mübhəm deyəcək, yəni üstörtülü deyəcək, bağlı deyəcək, Füzulidir. Xəzinələr yatır sözün bağrında, mən nələr çəkmədim xam söz uğrunda, deyə bilmədiyim sözümü sonda, şeirimdən boylanan əksim deyəcək. Sözdən əvvəl düşün söz arxasını, sümbələ təmizlə fikrim pasını, lafın sarihini, sözün xasını, məni yandırsanız tüstüm deyəcək. Hər şair fırtına, hər ömür dastan, çırpıl qayalara döz Məmməd Aslan, qəlbinin siminə köklən, nə çalsan, bir sim kirisə də bir sim deyəcək. Yaxınlara qədər Cənnət Kəlbəcərimizin doğma Laçın kəndindən bir qaşqın xanım xatın Mənzər ana yaşardı Bakıda. Vaxtilə kənddən 2 yük maşını torpaq gətirtdirmişdi oğullarına. Oğullar torpağı bağa səpmək istədilər, Mənzər ana qətiyyən icazə vermədi. Xeyli zaman keçdi, ana torpağın hər zərrəsini göz bəbəyi kimi qorudu. Bir gün ana bədxəstələndi. Ümmət müəllimə və oğullarına son vəsiyyətini bildirdi Mənzər ana. Qəlbimə damıbdı, son dəfə üzünüzü görürəm sizin. Gətirdiyim o torpağı qəbrimin içinə tökün, məni onun içində dəfn eləyin. Kəlbəcər torpağında rahat yatım qoyun. Mənzər ananın torpaq dərdi yazdırtdı mənə, indi eşidəcəyiniz bu ağlar şeiri. Cismi cənnət torpağına beləcə qovuşdu ananın, qəbri nurla dolsun. Mən səhv eləmirəmsə, siz bu şeir mənə çəkilişdən öncə söylədiyiniz şeirdə çox maraqlı, qəribə, kövrək bir tarixçəsi var bu şeirin. Ümumiyyətlə, mən mütləq bunu vurğulamağa özümə borc bilirəm ki, şair publisist bizim dəyərli Məmməd Aslanda folklor nəfəsi çox güclüdür. Ümumiyyətlə, hamı çox yaxşı bilir ki, o vətəninə, millətinə və onun dəyərlərinə çox
bağlı bir ziyalıdır. Poeziyasında bu özünü, bu fikir aydın şəkildə göstərir. Məhəmməd müəllim, o Kəlbəcər qayıtmaz, qayıtsa 100 Kəlbəcər qənaətindəsiz. Biz ötən verilişlərimizin birində Kəlbəcərə bir veriliş həsr etmişdik. Bilmirəm, siz ona tamaşa etdiniz yoxsa yox. Kəlbəcər ədəb mühitindən, o zanaşlıq sənətindən, dəyərlərindən danışdıq, kifayət qədər danışdıq. Amma deyirsiniz ki, vətən gözdür, biz kipirik. Gözümüzün keşiyini çəkirik. Necə çəkirik? Amma deyəsən bir balaca yaxşı çəkə bilmədik. Heç çəkə bilmədik. Balaca yox, heç çəkə bilmədik. Çünki Kəlbəcərin hər zirvəsi deyil, hər təpəsi uğrunda onlarla, yüzlərlə Məmmədlər qurban getməli idi. Biz dalımızdan vaxtilə erməni qan görəndə qorxurdu. Bir uşaq da Azərbaycanda deyəndə ki, ay buram ağrır, nə eləyir? Atası, anası ya kənardan biri deyirdi, erməni qan gördü. Yəni, erməni bizim üçün belə qorxaq bir millət idi. Amma başımızı elə qarışdırdılar ki və dünyanın elə zamanına düşdü ki, arxalı köpəklər elə yerdə yaxaladılar ki, Kəlbəcərin hər təpəsi, hər zirvəsi uğrunda qurban getməli olan adamlar gedə bilmədilər. Aydındır, Məhəmməd müəllim. Ümumiyyətlə, sizin poeziyanız həmişə bu fikri aşılayır. Hər şey yaxşı olacaq. Amma elə mənəvi boşluqlar var ki, zaman keçdikcə onun yeri boş qalıb, sinəmizi göynədəcək. Hansı narazılıqlarınız var bu mənada? Qul qabaqdan bir yeri yarımçıq qoydunuz, zəhmət olmasın qızım. Ki, o Kəlbəcər qayıtsa 100 Kəlbəcər deyirəm. Mən heç vaxt o fikirdə olmaram ki, bu əbədi erməni əsarətində qalar Kəlbəcər, Laçın, Qubadlı, Zəngəzur və başqa müqəddəs torpaqlarımız. Amma Kəlbəcərin qərbə bir halı var idi. Gözdən ıraq, könüldən iraq idi. Biz əslində orada sərhəd gözətçiləri idik. Xalq arasında elə müqəddəs kişilər var idi ki, onlar qan bağışdırardı. Bir sözlə qan bağışdırardılar. O Kəlbəcər gəldi, dağıldı, hərəsi səpələndi bir yana. Mən deyirəm, o Kəlbəcər qayıtmaz, qayıtsa 100 Kəlbəcər. O Kəlbəcər qayıdacaq və o Kəlbəcər əvvəlki Kəlbəcərə gələnə qədər çox vaxt keçəcək. Siz bizim çox dəyərli ziyalımızsınız, Məhəmməd müəllim. Sağ olun, var olun. Bugün deyir, sizin dilinizlə desək, ağız çoxdur. Amma niyə danışan dil azdır? Amma dil nə qədər çox danışsa da, dilin danışmağının o qədər əhəmiyyəti yoxdur. O ağıl çox olsa, o az dillə dolana bilərik. Dünyada hər şeyin çoxu yaxşıdır, dilin və sözün azı yaxşıdır. Əvvəla sizdən, xanım qızsız, sizdən üzr istəyirəm. Məni dinləyən atalardan, analardan, mənim kimi ağsaqqallardan üzr istəyirəm. Yunus Əmrənin bir sözünü deyəcəm. Deyir ki, az sözərin mülküdür. Çox söz, İraq məclisindən heyvan yüküdür. Yəni, hər şeyin çoxluğu sözün azlığıdır. Bugün söz devalvasiya uğrayıbdır. Ona görə də sözün qədri, qiyməti bilinmir. Dünən bir sözə qan bağışlayan millət indi ayrı şey gözləyir, sözə baxmır. Nə yazıq ki, belədir. Bəli, mən də o belədən danışıram. Məhəmməd müəllim, heç kəsə oxşamamaq hələ özün olmaq deyil, demək deyil də, hə? Həm də atalarımızın bir sözü var, sözünə qüvvət verim. Deyir ki, hər kəs oxşayan heç nəyə oxşamaz. Və heç kimə oxşayan necə? Heç kimə oxşamayan necə? Heç kimə oxşamayan da elə onun kimidir. Sən bu cəmiyyətdə, bu insanların birisən, amma sənin oxşadığın adamlar olmalıdır. Mənim məsələn, xəyalıma Xudu Məmmədov gəlir ki, mən onunla görüşmüşəm, onunla hətta öləndə Zirvə qarı deyilən bir yazı yazdım, Gənclər qəzetində çap oldu. Niyə zirvə qarı deyirdim Xuduya? Zirvədəki qar toz götürmür. Külək tozu aparıb ora çatdıra bilmir, o həmişə dünmaq qalır. Xudu mənim nəzərimdə qar kimi qaldı. Bəxtiyarla dostluq eləmişəm, o qalıbdır. Bu günləri Tofiq Hacıyev var,
mənim ilkin xeyirxahlarımdan olub, ilkin haqqımda söz deyənlərdən olubdur. Yəni bu yaxşıların birinə niyə oxşamayım ki? Mən Məmməd müəllimin bilmirəm, bu günlərdə mən elə gəlir ki, çıxıb, çünki mənim əlimə təzə gəlib, Səhəri kim açır? Sizin körpələrə, uşaqlara ithaf etdiyiniz belə bir kitab var. Artıq bizim evdə stolüstü kitabdır o, Məmməd müəllim, onu da deyim. Sağ olasın. Şeirlərinizi Stolunuz bərəkətli olsun, həm kitabla, həm yemək içməklə. Şeirlərinizi əzbərləməyə başlamışıq artıq. Mən nə yoğurdum, nə yapdım deyir Məmməd Aslan, hazırca kökə tapdım. Özüm haqqında deyirəm. Amma kökələr mədə üçün deyil, əlbəttə ki, ağıl üçündür, yaddaş üçündür, təfəkkür üçündür. Doğrudan uşaq vaxtı mənə elə gəlirdi ki, xoruz banlamasa günəşin gözü açılmaz. Məmməd müəllim, bilirsiniz nəyə gəlmək istəyirəm? Mən çox vaxt, mən yox, sizin adınızdan danışıram. Uşaqlara sığınıb sözümü böyüklərə deyirəm. Onlar bilim hansı formada deyirsiniz? Bilirsiniz, mən heç vaxt uşağı uşaq yerinə qoyub ona şeir yazmadım, bir Allah bilir. Uşaq çox böyük qüdrətdir, çox böyük qüdrətdir. Bəzən balaca bir uşaqdan elə söz eşidirsən ki, mat qalırsan. Bir 5-10 ay günəş yoxdur ki, bu uşaq üçün olsun, bu da böyük üçün olsun. Bir sözü, ayı, günəşi həm uşaq üçün işləyə bilirsən, həm böyük üçün işləyə bilirsən. O zaman qazanırsan ki, sənin yazdığın həm uşağın malı olur, həm böyüyün malı olur. Məsələn, Sabirin şeirləri kimi. Çoxumuz, mənim kitabım bu boydadır, amma Sabirin 3-4 dənə şeiri var, amma o 3-4 şeir bütün xalqın yaddaşına çevrilib. Sənin də, mənim də, dədələrimizin, nənələrimizin o şeirlə torpağa gömülən adamları qaldırsan, yer üzünü götürər. Yəni uşağı uşaq yerinə qoymaq deyil və onun zərifliyini öyrənməlisən. O kitabda mənim biraz yekə çıxar, nə bilim, insanlar onsuz da yekə çıxmayanda da onu böyüdürlər. Şəhriyarın Heydər babası var, keçmiş adət ənənələrimizi, dağlarımızı, dədələrimizi, nənəmizi xatırlayır. Mən də onu əslində onun kimi bizim o dağlarda qalan uşaqlığımızın xatirinə, gəncliyimizin xatirinə, ömrümüzün xatirinə, orada oxusanız hər bir şey, məsələn, Söyüdün ayaqları var, o çaya girifdi qırmızı ayaqla ayağını yumağa. Doğrudan baxırsan ki, Söyüdün ayaqları, bunu sən müşahidə eləməsən, nətər yaza bilərsən? Siz doğrudan da təbiət şairisiniz, Məmməd müəllim. Sağ olasınız. Bir musiqi ilə davam edək, amma musiqidən əvvəl istəyirəm bu sualı verəm. Ümumiyyətlə, çətin adamlar ətrafınızda çoxdur, çoxmu qənşərinizə çıxıb? Valla, dünya çətindir, amma boyunlarını almırlar. Sən mənim, ümumiyyətlə, sizin bu şeirinizi çoxları sevir. İndi birazdan səsləndirdiyimiz şeir əslənşaşlarımız. Bəli, bu şeiri çoxları sevir. Ümumiyyətlə, şeir, istənilən poeziya nümunəsi, musiqi insan üçün nə zaman doğmalaşa bilir? O zaman ki, sən orada özünü görə bilirsən. Həmin poeziya nümunəsində, həmin, belə deyək də, yaradıcılıq nümunəsində özünü tapa bilirsən. Sən mənim dilimi kəsə bilməzsən, haqsızlıq önündə susan deyiləm. Bəli, bəli. Sən mənim dünyama girə bilməzsən, ucuz mətləblərə lisan deyiləm. Bəlkə davamı sizdən gedək, olar mı? Davamı yox, elə başdan deyil. Buyurun, buyurun. Mənim çətin adam olduğum ki, bu şeir var. Mənim özümdəkini ən yaxın adama da deyərəm, o pis qarşılanmaz. Şeir nə cür qarşılanır, o şairin özündən asır. Yəni, belə danışaq da, Məmməd müəllim, bu şeiri bu an üçün, bu şeiri kim sevirsə və bu şeirdə kim tapınırsa, onlara hədiyyə eləyək. Buyurun. Bəli. Sən mənim dilimi kəsə bilməzsən, haqsızlıq önündə susan deyiləm. Sən mənim dünyama sıza bilməzsən, ucuz mətləblərə lisan deyiləm. Rəbbim nə veribsən, nəyəmsə buyam. Mənim öz nərəm var, mənim öz qiyyam. Söylədiyin nədir, nə qiymət qoyam. Demə ki, qulaq as, asan deyiləm. Könlümün söz adlı qibləgahı var, yəni la ilahə illəllahı var. Mənim dərs aldığım çox-çox dahi var, cəddinə arxain insan deyiləm.
tənha zirvələrin yar yoldaşıyam, əl çatmaz dağların ağır qışıyam. Mən qaya parçası, çaxmaq daşıyam. Mən çətin adamım, asan deyiləm. Məni üzü yola doğmayıb anam, hara buyursalar orada fırlanam. Hirsini içində boğan vulkanam, hələ ki Məmmədəm, aslan deyiləm. Burada bir sözü mən əlavə edim. Buyur. Hələ ki sualam, cavab deyiləm. Buyurun musiqinə gedin. Sevgili yarım gözəlim, alıb canımı neylim? Aşıqəm sənə dilbər, düşübdür sənə meylim. Sevgili yarım gözəlim, alıb canımı neylim? Aşıqəm sənə dilbər, düşübdür sənə meylim. Ağbuxamda xalın, görüb heyranın Allah. Ağbuxamda xalın, görüb heyranın Allah. Gəl məni qonaq eylə, gülü mehmanım Allah. Gəl məni qonaq eylə, gülü mehmanım Allah. Qoynunda var, bücüt var, ay biri heyvah, biri nar. Qoynunda var, bücüt var, ay biri heyvah, biri nar. Sevgilim sen, güzel yar, ay kara kaş, kara göz. Sevgilim sen, güzel yar, ay kara kaş, kara göz. İlkbahar ocaq oxuyar, bülbüllər çəmən içrər. Könlüm açılır gözəl, yar yasəmən içrər. İlkbahar ocaq oxuyar, bülbüllər çəmən içrər. Könlüm açılır gözəl, yar yasəmən içrər. Ağbuxanda xalın, görüb heyranın olar. Ağbuxanda xalın, görüb heyranın olar. Gəl məni qonaq eylə, gülü mehmanın olar. Gəl məni qonaq eylə, gülü mehmanın olar. Qoynunda var, bücüt var, ay biri heyvan, biri nar. Qoynunda var, bücüt var, ay biri heyvan, biri nar. Sevgilim sen, güzel yar, ay kara kaş, kara göz. Sevgilim sen, güzel yar, ay kara kaş, kara göz. Sevgilim sen, güzel yar, ay kara kaş, kara göz. Sevgilim sen, güzel yar, ay kara kaş, kara göz. Çox sağ olun, təşəkkür edirik, minnətdarıq. Məmməd Aslanla əziz tamaşaçılar, bizə yeni qoşulan dəyərli tamaşaçılarımız, bir daha xoş gördük sizin hər birinizi. Hal-hazırda həm söhbətimiz şair publisist Məmməd Aslandır. Onun şirin, çox duyarlı, uyarlı söhbətlərini dinləyirik və xanəndə Baxşəli Məmmədovu dinlədik və dəyərli musiqiçilərimizə yenə təşəkkür edirik ayrı-ayrılıqda. Məmməd Aslan, bilmirəm nə vaxt yazmısınız, nə səbəbdən yazmısınız, nəyə yazmısınız, amma bircə onu dəqiq bilirəm ki, istək yazdırıb, məhəbbət yazdırıb. Deyirəm, bir balaca sizin bir məhəbbət dolu şeirlərinizə də bir baş vuraq. Olmaz? Olar. O qayığa da bir, qayıqla da bir səyahət eləyək. Deyir, istərsən əsəblə gəl, istərsən qəzəblə gəl, istərsən gül çiçəklə gəl, yetər ki gəl, gəl və sən gəl. Doğrudan da bu gəl-gəl harayı, bəlkə də yaşamağın, yaşamaq istəməyin haraydı? Hər nədir, siz daha yaxşı bilirsiniz, Məmməd müəllim. Xəyalımız görüşəndə, azar fikrin sistə, çəndə, yaddaşını gərək gündə min yol söküm, min yol hörüm, unut məni, unut görüm. Yanaqların tər bənövşə, zər cığalar tərpənişə, gözləyirəm axşam düşə,
bal yuxuna qaçıb girim. Unut məni, unut görüm. Gah alnında telə dönnəm, gah telində gülə dönnəm, gahdan yanıb külə dönnəm, tüstüm çıxar bürüm-bürüm. Unut məni, unut görüm. Qəlbim daşdı, dözər demə, əriyərsən közərtimə. Bu dil bilməz həsrətimə, yaxanı bir tanıt görüm. Unut məni, unut görüm. Ürəyinlə digəl bacar, çiçək üstdən çiçək açar, yuxuların küsüb qaçar. Uyumazı uyut görüm. Unut məni, unut görüm. Mən istəyirəm ki, elə bu məqamda təşəkkür edirəm Habibə, çox sağ olun, ayrıca bir zövq gətirdiniz. Ruhumuza Bayatı Rüzgarı kitabınızdan danışaq. Nağıl belədir, bəlkə də danışanda, hər danışdıqca mənə elə gəlir ki, sehrin itirir. Amma Bayatı bu anlayış yoxdur da. Ona görə də uzun yaşardı, dünyanın əvvəlində dədələrin, nənələrin qoşduğu Bayatı bu günə qədər gəlib çatır. O bayatlardan da danışaq, amma mənim diqqətimi çəkən burada şah bayatlar, güllü bayatlar və bir də cinas bayatlar. Bunların imkan varsa bir balaca məzmun incəliyinin fərqinə varaq. Əvvəla cinasdan bir-iki kəlmə deyim ki, o incəliyi bilək. Niyə dilimizdə, məsələn, poeziya dilində, istər Anadolu türklərinin, istər Azərbaycan türklərinin dilində ümumiyyətlə bizim poeziyamız niyə yüksəkdir? Çünki bizim dilimizdə cinas var, bir də səs uyuşumu var. Məsələn, Ələsgər deyəndə ki, Fərhad gördü, cinaslı zadlara bayatıya keçəcəm. Davam edək, bəli. Ələsgər məsələn, gör nə deyir, Fərhad gördü, sevdi şirin camalın, şirin dost əlindən, şirin camalın, şirincə dövlətin, şirincə malın, axır zəhirmara döndü, nə döndü. Bunun içərisində ca, bu şeirə bir gözəllik gətiribdir ki, dilçilikdə cinasdan kim danışırsa mütləq bundan mütləq misal gətirir. Yaxud mən cinasda Kərkük bayatılarından misal gətirim sizə. Deyir ki, oğlan gəlir yolla görür ki, qız var, gül satmaq istəyir. Deyir ki, güldən gözəl, gül gözəl, güldan gözəl. Oğlan gəlir gül alsın, gül satan güldən gözəl. Yəni bunun ağlı yoxdur. Elə bu gülü al günən həm arvadın olsun, həm də evində gülün olsun. Çox xırda fikirlərlə böyük mətləbləri ifadə etmək. Çox. Hələ baxın, Abbas Farqanlının dövründən bir xanımdan şeir deyim sizə. Mən elə bilirəm ki, bu onun sevdiyi Gülgəspərinin şeiridir. İranda da mən öyrəndim ki, ondan xeyli bayatılar qalıb, Azərbaycanda qalıb, bax bu dediklərim. Deyir ki, xanımın adına bax, həm də görünür savadı olubdur, görünür böyük bir ailədə yetişib. Deyir, eyvanın qur ucada, kör möhtaç qurucada, Gülgəzin göz yaşından qalmadı qurucada. Gülgəz o qədər göz yaşı tökdü ki, yer üzündə bir quru yer qalmadı, hamısını selə suya verdi. Birində deyim mi onunla? Bəli, buyurun. Gülgəzim, gülə daşı, meh daşı, gülə daşı, yıxar bülbül evini kim atsa gülə daşı. Halbuki gülə atır ha, amma bu gülün sahibi var, bülbüldür. Gülə atırsa zada atır. Deməli, bütün bu söylədiklərdə cinas bayatlar adlanır. Bəli, cinas bayatlardır. Şah və güllü bayatlar necə? Bilirsiniz, o da zadın arasında olur, müxəmməsin arasında olur. Müxəmməsin arasında o zadları, bayatıları qoyurlar, cığa kimi ona cığa da deyirlər. Bax, burada bir mən bayatına deyəcəm. Buradakı xanımların burasında bir tük olur belə, bir çəngə tük belə vurulur, zad olur, onlar cığadır. Bu da o şeirin cığasıdır. Deyir, siz dediniz, birində mən deyim, siz də bilirsiniz, siz də söyləyə bilərsiniz. Nə olar ki, niyə də yox? Deyir, aşiq... Bunun adı könül dünyamızdır da. Mənə də gəlir ki, valla şərq ədəbiyyatında aşiqin ancaq bu formada yalvarışı ola bilər. Bilirsiniz necə ola bilər? Qərb ədəbiyyatında bu yoxdur. Deyir, aşiq görənə qurban, zülfün hörənə qurban. Mən ki səni görmürəm,
Səni görənə qurban. Deməli, aşiq Amma sən öz yarın mənə- görmür, sən amma mənə- kimliyindən asılı olmayaraq onu yarı Amma görür. mən bir şey deyim. Aha, Bu bəli. aşıq deyir ki, mən səni görmürəm, səni görənə qurban. O aşığın başına daş düşsün ki, onun sevgilisini başqası görür. Amma bu belə deyil fikir. Nəyi nəzərdə tutur? Mən səni görmürəm, əlim ayağım bağlıdır, qardaşıyla qorxuram, atanla qorxuram. Biz də Amma elə səni görən Allah var, o Allaha qurban olub, səni məndən ayrı salmasın. Səni görənə qurban. Mən səni görmürəm, səni görənə qurban. Məzmun fərqi bundadır, hə? Məmməd Bəli, müəllim? bəli. Həm də elə şeirin gözəlliyi bundadır. Doğrudan elədir. Ömrünüzü söz uğrunda girov qoydunuz Məmməd müəllim. Bu girovun qazancı nə oldu sir deyilsə? Əzab əziyyət. Yalnız, hə? Amma bayaqdan məclisin əvvəlində dedim ki, gərək şair o misranın altında o fikri ki, şeir sığalına aparacaqdır, bir ölüf dirilsin ki, o diri qalsın. Şair bunu eləməsə kim eləyəcək? Şairin şeirində pırtdaşıqlar oldu, onu kim oxuyacaqdır ki? Kürkə birə düşür, bu aydın məsələdir. Məmməd Əlbəttə. müəllim, və fikir və düşüncəyə onun düşməməsi üçün nə etmək lazımdır? Kürkünü yaxşı saxlamaq lazım. Yəni başını yaxşı saxlamaq. Başını yaxşı saxlamaq. Məmməd müəllim, istəsəydi, istəməsəydi bir balaca axır dəqiqələrə yaxınlaşır. Vallahi inan ikisindən söhbət doğrudan çox doyulmazdı. Elə bizim də özünüzün də sevdiyiniz şeirlərdən gəlib poeziya nümunələrindən deyil, şair şeirində daha çox yaxşı tanınır. Əlbəttə olmalı. Bir şeir də oxuyub qutaraq deyil bundan. Nətər bilirsiniz? 5 dəqiqəmiz qalmamışdı. Oxuyun, yulab ikisini oxuyun. Buyurun, buyurun. Buyurun və bir musiqi nömrəsi ilə də yekunlaşaq. Deyir dağlara qar yağıbdı, yumul, bənövşəm, yumul. Sonraki misrasında da deyir ki, dağlara gün düşübdü, açıl, bənövşəm, açıl. Bu o qədər duyğulu bir bayatı mahnıdır ki, bundan 2 şeir yarandı. Nüsrət onu dağlara qar yağıbdı, yumul, bənövşəm, yumul yazdı. Sonra da mən yazdım, dağlara gün düşübdü. Bir gün qarşılaşdıq, dedi mən yazmışdım da, sən də açılı deyirsən. Dedim ki, o harada görür küftü ki, bir dədənin evlatlarıyıq. Bir misradan sən istifadə eləyə bil, mən o birisindən eləyə bilməyim, rəhmətlik gündü keçdi. Açıl bənövşəm, açıl, dodaq büzmə, amandır. Sənsiz hava yabandır, kol dibi qəribsiyib açılmalı zamandır. Açıl bənövşəm, açıl. Sənsiz quru şəkildim, aşk-ı dara çəkildim. Daha səbrim tükəndi, açılmasan büküldüm, açıl bənövşəm, açıl. Baharım çaşbaş qalar, qar ərməz, qış qalar. Çəmən çiçəklə dolsa sənin yerin boş qalar. Açıl bənövşəm, açıl. Gülümsə ləçək, ləçək. Gürüşümü gül içək, müşküllərin üzünə açılası müşkül tək. Açıl bənövşəm, açıl. Gül avazın ucalsın, düyün fikrim ucalsın. Qaşqabaq töküb dünya, açıl eyni açılsın, açıl bənövşəm, açıl. Yönün bizə tuş olsun, qızlar sana qoşulsun. Könül sirrimsən, açıl sirrim faş olsun. Açıl bənövşəm, açıl. Ürəyim göynədi ki, bu göynək köhnədir ki, sənli dünya dünyadır, sənsiz dünya nədir ki? Açıl bənövşəm, açıl. Bir yarpak üstünde kaldım deryada salama. Sahile çıkmaktan keçim. Məhmədəm şirini məhsim ol könül. Məhmədəm şirini məhsim ol könül. Mən deyim kiridim sensim ol könül. Məhmədəm şirini məhsim ol könül. Mən deyib kiridim sensim ol könül. Əmr ilahidir təslim ol könül.
Əmr ilahidir təslim ol könül Gözünü bulut təvəy sıxmaqdan keçib Əman əman Yarım əman Əman ay əman 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 Can əman əman Ay canım Çox sağ olun əziz musiqiçilərimiz, Baxşəli müəllim, Nabil bəy minnətdarıq və Məmməd müəllim, Allah sizə can sağlığı versin. Hər birinizə arzulayıram əziz qonaqlarımız bu istəyi. Ehtiramla, hörmətlə ayrılırıq sizdən. Həmişə yaradıcı ruhda olmanızı arzulayırıq. Biz, şəxsən mən öz adımdan danışıram. Mən sizi dinləyə-dinləyə böyümüşəm. Bayaq az öncə də dedik, əkil-bəkilə baxa-baxa, dərədən təpədənə baxa-baxa. Çox sağ olun, Allah sizi var eləsin. Mən az əvvəl də dedim, verilişimiz proqramımızı açanda da sizin poeziyanız bizim üçündür, Azərbaycan üçündür. Əziz tamaşaçılarımız, əziz dinləyicilərimiz, bugünlük bu qədər deyirik. Proqramımızın əvvəlin çox dəyərli şair, təsəvvüf şairi Mövlanənin fikri ilə açdıq. Bəlkə də elə etiraz eləmirsinizsə, gəlin Mövlanənin fikri ilə də bugünkü proqramımızı yekunlaşdıraq. Madam ki, gözümüzün önündə xalça var və mənə bu fikri xatırlatdı, nədənsə elə bu dəqiqələr üçün deyir, sopayla, döyənəklə, yəni ağaçla da bizim dilinə desək, çubuqla xalçanı, kilimi döyənin məqsədi onu döymək deyil. Əlbəttə ki, aydın məsələdə tozunu, kirini almaqdır. Allah hər birimizə müxtəlif qayğı, müxtəlif dərd sər veribsə, bu o deməkdir ki, tozumuzu və kirimizi alır. Çox gözəl. Lazımsız tozlanacaq olmaq istəyirlərsə, sağ olun, bir gözümüzə də salamat olmaq arzulayırıq.